Zəngəzurla bağlı güc tətbiq edəcəyimizə dair şayələri Fransa yayıb. Bizim belə bir niyyətimiz yoxdur. Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib. Dövlət başçısı həmçinin antiterror tədbiri, Fransanın regiondakı proseslərə müdaxilə cəhdləri və böyük qayıdışla bağlı bir sıra açıqlamalar verib. Prezident İlham Əliyev 2023-cü ilin yekunlarına dair, eləcə də ölkə ilə bağlı mühüm hesab edilən və qarşıda duran məsələləri ihtiva edən mövzular barədə yerli televiziya kanallarına müsahibə verib. Müsahibə boyunca həssas və vacib məqamlara toxunan dövlət başçısı Azərbaycan xalqının 20 il öncəki və sonraki tarixinin göz qabağında olduğunu vurğuladı. 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdir. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi. Yəni Heydər Əliyev siyasəti davam etdirildi. Və əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, hansı bəlalar, faciələrlə xalqımız, dövlətimiz üzləşə bilərdi. Prezident İlham Əliyev ictimai televiziyanın antiterror tədbirlərini şərtləndirən amillərlə bağlı sualını isə belə cavablandırdı. Sentyabrın 9-da bu qanunsuz seçkilər keçirilmişdi və o ikinci qırmızı xətt idi. Çünki birinci qırmızı xətt Ermənistan baş naziri Paşinyanın sentyabrın 2-sində separatist rejimə təbrik məktubunun göndərilməsi idi. Bu həm qırmızı xəttin pozulması idi, həm də ki, ümumiyyətcə çox təzadlı bir addım idi. Çünki ondan qabaq Ermənistan baş naziri Qarabağı Azərbaycan torpağı kimi rəsmən tanımışdır və bunu dəfələrlə bəyan edirdi. Belə olan halda onda bu təbrik nədir? Və sentyabrın 9-undan sonra təbii ki, artıq başqa variant qalmamışdı. Xüsusilə nəzərə alsaq ki, mina terroru bizə qarşı davam edirdi və bizim bir neçə hərbçimiz o hadisələr ərəfəsində mina terrorunun qurbanı olmuşdur. Antiterror əməliyyatı çox uğurla keçirilmişdir, peşəkarlıqla. Hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər və deyə bilərəm ki, deyilir ki, 23 saat neçə dəqiqə, amma əslində əməliyyat daha qısa müddət ərzində tamamlanmışdır. Dövlət başçısı Fransanın anti-Azərbaycan ritorikasının səbəblərini də sadaladı. Что же касается обострения отношений, то оно уже началось во время Второй Карабахской войны, когда в течение этих 44 дней неоднократно, я бы даже сказал, что очень неоднократно, если можно использовать такое выражение, президент Франции звонил и выражал свое отношение к происходящему. Ну, в детали вдаваться я не буду, потому что эти разговоры носили конфиденциальный характер. Но часть из того, о чем мы говорили, она уже стала достоянием общественности. Во всяком случае, ничего им добиться не удалось. И война была остановлена при посредничестве президента Путина, а не президента Макрона или кого-либо еще. И трехстороннее заявление было подписано между Россией, Азербайджаном и Арменией, а не Францией, Азербайджаном и Арменией. Я думал, что после вот таких событий в наших отношениях все-таки здравый смысл возобладает и не будут сожжены мосты, потому что, в принципе, это, в принципе, не то, что нужно ни Франции, ни нам. Хотя каждая из стран может спокойно жить, позабыв о другой. Но, тем не менее, это все продолжалось, и вы знаете, что и парламент, и Сенат признали так называемый Арцах. Ну и мои рекомендации по дислокации так называемого Арцаха тоже, наверное, никто не забыл. Они, кстати, в силе. Может быть, просто сейчас можно поменять локацию, поскольку я знаю, что мэр Парижа присвоил почетное гражданство выходцам из Карабаха. Ну, я бы предложил, может быть,
почетное перевести в непочетное, а реальное гражданство и разместить их где-нибудь в центре Парижа и там же и провозгласить Арцахскую республику. Но это так, в качестве такого комментария. Ermənistan tərəfinin təqdim etdiyi sülh kəsişməsi adlı layihə ilə bağlı ölkə başçısının cavabı da olduqca qəti oldu. Azərbaycanın iştirakı olmadan regional layihələrin icrası mümkün deyil. Zəngəzur dəhlizi sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır. Şimal-cənub dəhlizi var, Azərbaycan üzərindən keçir. O demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-qərb dəhlizi var. Amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət biraz fərqlidir. Ona görə bu erməni yol kəsişməsi ya yol ayrıcısı, ondan sonra bunu sülh yol kəsişməsi adlandırmışlar. Amma faktiki olaraq bu PR aksiyadan başqa bir şey deyil. Onlar ilk növbədə Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu onların öhdəliyidir. Mən artıq demişəm, bir də demək istəyirəm. Azərbaycandan Azərbaycana gedən yüklər və vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. Biz 3 il gözləmişik. Bizi itham edirdilər ki, biz güc tətbiq edərək o yolu açacağıq. Halbuki bu cəfəng bir itham idi. Onu da bildirməliyəm ki, bu şayələri, belə ucuz şayələri yayan da Fransadır. Ümidlər sülh gündəliyinin müsbət nəticələnəcəyinə doğrudur. Ermənistan istəyir ki, sülh müqaviləsinin qarantırları olsun. Dövlət başçısı isə vurğuladı ki, Azərbaycan tərəfi buna ehtiyac duymur. Ermənistan istəyir ki, bu sülh müqaviləsinin qarantorları olsun, zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Burada heç bir qarantorlara biz ehtiyac duymuruq və bu iki tərəfli formatda əgər imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz eləmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışırlar, bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətcə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Ermənistan işğalı altında olan Azərbaycanın 8 kəndi ilə bağlı məsələ daim gündəlikdədir. Komissiyaların bu ayın sonunda görüşü əsnasında bu məsələyə aydınlıq gətiriləcək. Biz nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən bir addım geri gedən deyilik. Çünki o sərhəd müəyyən edilməlidir, deyə Prezident İlham Əliyev vurğuladı. Anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, onlar anklav kəndlər deyil, 4 kənd. Onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir. Çünki bir Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir. O kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməli. Yəni bizim mövqeyimiz bundan ibarətdir. Dövlət başçısı bugünə qədər böyük qayıdış proqramı çərçivəsində görülən işlərdən də danışdı. Qeyd etdi ki, indiyə qədər 5 yaşayış məntəqəsinə köç baş tutub. Bu ildə həmin məntəqələrə keçmiş köçkünlərin qayıtması prosesi davam edəcək. Yaxın günlərdə infrastruktur layihələri üçün investisiya proqramları da təsdiq olunacaq.